Gülüm gül açır. Hay gülüm gül açır. Bakın ne güzel, ne geçek bir tane yamyaşıl gülü var. Gül açır. Nedense hiç balalamır. Hele iki tane köktü. Biri baladı, biri ana. El-ele verip böyürlər. Balalasa yaxşı olardı ama. Belə yarpaqları da kirlənib. Bu arada xanımlar, hər birinizi salamlayıram. Kanalımıza xoş gəlmisiniz. Gününüz xoş, təravətli, bərəkətli, güllü, gülüstanlı günlərdən olsun. Həmişə gününüz xoş günlər keçirsin. Keçsin də belə deyim. Baxın, yarpağının kirinə baxın. Ay Allah. Bunun vidinə, fasonuna baxın. Külək var. Bu küləkdə mən pəncərəni açıq qoymuşam. Pəncərənin qarşısının tozuna baxın. Görün, dünən səhər sildiyim pəncərəyə oxşuyurmu? Oxşamır. Bunların yarpaqları da kirlənib. Kirinin rəngindən yarpaqların rəngi görünmür. Demeyin, ha bu qız kirli qızdır. Yox, bu qız kirli qız deyil. Bunları kirli saxlamaq istəmir. Baxın, təzə yarpağı nə gözəl böyüyür. Bunları kirli saxlamaq istəmir, amma bizim bu yolun ucbatından bizim ev təmizə çıxmır. Belə bacılar. Gətirib qəşəng güllərimi, yarpaqlarını yuyacağım. Pəncərəni qarşısını təmizləyəcəm. Şüşəmi silməyəcəm, çünki bugün axşamüstü yağış görünür. Yağış görünür, ona görə mən də silməyəcəm. Bu ağacı ilə xoşlayıram. Qəşəng görünür, hə? Qəşəngdir. Hazırsan mı balım? Oğlumu trenirovkaya yola salıram. İdmanla məşğul olur, ay xalalar, ay bibiləri. Artıq böyüyübdür mənim oğlum. Çox videolarda görünmək istəmir. Da artıq ağır taxtalı olur. İdmana yola salıram. İndi onu salıb, ondan sonra güllərimin yarpaqlarını yiyəcəm. Bugün bizim menümüzdə kələm qovurmasıdır. Belə bir balaca kələmim var idi. Xaladenikdə dedim qalmasın orada. Bunu qəşəng gətirib qoyulacam. Elə bir dəfəlik olsun deyirəm. Yeyək, qalmasın. Çox istəmirəm. Qalın. Amma heç yumuşaq kələmə də oxşamır. Dəhşət ağır kələmdir. Mən zop haqqında həkimlə gəlib məsləhət edəndə xanımlar, düzü internetdən də araşdırdım. Ən çox nə istifadə etmək olar, müalicə götürən vaxtı, nələr yeməliyəm, nələr yeməməliyəm. Bu haqqında bir çox ölkələrin doktorları nə deyir, nə demir. Maşınlar imkan vermir. Danışım. Bir çox ölkələrin doktorları nə deyir, nə demir. Onu maraqlandım. Rusiyanın doktorları, Rus doktorları deyir, kələm yemək olmaz zop olana. İndi bilmirəm nə qədər doğru deyir, nə qədər yalan deyir. Amma olmaz. İl ərzində deyir, 150 qram yeməlisin. Eşidibsinizmi siz elə bir şey? Elə bir şey eşidibsinizmi? Mən eşitməmişdim şəxsən. Türkiyənin doktoru İbrahim Saracoğlu çox qəşəng doktordur, profesor doktordur. Şüyük yeməlisən deyir. Elə bir ki, bir ayım olur, bir ayıma az qalıbdı. Mən yeyirəm. Hər səhər ac qarına şüydü, çeynəyirəm ağzımda, su ilə bərabər uduram. Müalicə götürməlisən, hə, bunu da qeyd etmişdim. Neyse, hər şey yaxşı olacaq. Hər şey ürəyimiz olacaq. Qurban olduğum Allah hər birimizi aydınlığa çıxartsın. Ürəyimizdə nələrimiz var, nələrimiz yoxdur, arzularımıza çatdırsın. İçi qarşı, siz, biz, məni sevən bütün hər kəsə xoş günlər arzulayıram. Tez-tez mən yeməyimi bişiririm xanımlar. Eşək kələmidir bu.
Biz buna eşek kələmi deyirdik. Öz tərəfimizdə biz elə deyirik. Siz tərəfdə nə deyilir buna? Bərk kələmdir. Dolmalıq döydən yəni. Ancaq belə qovrasan, qovurmasını yeyəsən. Nəsibə ilə danışırdım bugün. Deyirəm, ha vaxt gəlirsən. Deyir, gəlmirəm hələ. Buranın da yəni vəsiqəsi var. 6 ay. Buranı bu ölçüyə giriş etməsən, vəsiqə yanır. Gərək 6 ayın bitənə qədər ölçüyə qaydasan. Baxın, belə qayda qanun var burada. İndi bu hələ 4 ayının içindədir, kənddədir. Nəsibə yazdan kəndə gedibdi. Aprel ayından gedib kəndə. Aprel yoxsa may mı? Gedib. Çaşdım, bilmirəm. Apreldən getdi ya. Apreldə getdi deyilsin, hə. Apreldən gedibdi. Hələ oradadır. 4 ay mı eləyir? Apreldən bəri, yoxsa 3 ay mı? 4-cü ayın içindədir, elə bil ki. Neyse. Saçım başım ne göre düştü. Yemeğimi hazırlayayım. Görüşərik xanımlar. Demiştim yağış yağacaq. Elə qaralıb göyünüzü. Allah xeyirlisindən etsin. Dəhşət şimşək çaxır. Göy guruldanır. Ay Allah. Bərt şimşəkdən də qorxuram mən. Mağazinə gedirəm tez-tez. İndi yağış yağmağa başladı. Gedim alası şeyimi tez alım. Gəlim. Elə qaranlıqdır. Elə qaranlıqdır ki, elə bir ki, şər qarışır. Yəni, şər təmiz qarışan viddə görünür. Xeyir olsun. Buna bax. Buna bax. Hələ indi gəlir. Hələ indi gəlir. Buna bax. İndi mən səni döyüm ya yox? Döyüm mü mən səni indi? Yox. Niyə? Elə. Ya gidelim, su yoxdur. Su yoxdur deyir. Bu yayın içində deyir su yoxdur. Yer mağazinə gedirəm. Tez get. Yağışa tutulasın. Mağazinə gedirəm. Buna bax. Buna bax. Töklə gəlir. Ali tez get. Tez get. Buraları söküb dağıdıblar. Hər il yolu sökürlər, təzədən düzəldirlər. Düzələsi yerləri düzəltmirlər. Gülün gözəlliyinə baxın. Gəl indi sən get də evə. Ay Allah, Bismillahirrahmanirrahim. Bircə şimşək olmuyor. Dəhşət şimşək çaxır. Ana. Maşınlar imkan vermir gedəsən. Ana! Ne bu nədir belə? Selə baxın. Bizim evin qarşısı. Ha bu. Oy Bismillahirrahmanirrahim. Ne gündədir? Şimdi həyatı çaxır. Üstüm başım bütün battı. Oy dədə. Bu nə qıldı belə? Şükür. Şükür. Düşünün evin içinə tən çırpıbdı. Pəncərəm yenə solub. İndi quruyanda da ləkələr qalacaq. Hələ də yağır. Ne oldu? Qorxma. Arxan da evdə tək idi, o şimşək yağan çaxanda qorxub. Gedək görək. Yuxarı su tökülübdü. Buranın pəncərəsini örtüblərmiş uşaqlar.
Çırpır, bu tərəfə çırpır. Bunun da təzə silmişdim. Bütün ləkə qalacaq. Bura açıqdır. Ha, buraya çırpıb ıslanıb bütün. Buraya çırpıb bu güllərimin üstünə də tökülüb deyəsən. Bunları buraya qoymuşum. Bütün buna. Yeri göğü sirkələdi, çırdı, dağıtdı. Məni kimsin də qorxutdu. İndi dayanıbdı, hava açıldı. İsmətə zəng eləmişdim, dedim. Orada da oldu mu belə nağıl? Dedi, yox, elə biraz elə yuxa töktü, getdi, biz tərəfə gəlmədi. Bana buralar ayrı aləm oldu. Deyəsən, qazanımız balacadır. Başımın üstünün də ışıq düşəndə nə pis torlanır belə. Amma belə olanda qəşəng olur. Elə bil bu fırtına heç buralarda olmayıb. Bir tərəfdən açılır. Göyünüzü açılır. İndi mən də gətirib qəşəng güllərimi, yarpaqlarını yeyəcəm. Yeməyimi asmışam. Pəncərənin qarşısını silib təmizləyəcəm. Bunların hamısını təmizləyəcəm xanımlar. Bir tərəfdən açılır. Dedim əlimi bulamışkən pəncərələri də yuyum. Baxın, nə gözəl, nə qəşəng, təmiz oldular. Mənim gözəlliklərim hər yeri gül kimi oldu. İndi təmiz pəncərəyə qəşəng gül yaraşır. Sildim. Üst etajda siləcəm. Bunları da belə yudum, təmizlədim. Çölün palçığı, bu setkanın palçığını buraya çırpmışdı. Bu ləkəyə fikir verməyin. Bu mən gələndən var, heç cürə bunu ağartmaq olmur. Bunun da niyə süysünü əyilibdir, niyə küsüb bu belə? Deyəsən. Burada bir mıxçası var. Tutmur deyəsən, əyilir nəsə də. Süysünü ağırlıq eləyir. Biz kələm qovurmasına sarımsaq qatığını çox yaraşdırırıq xanımlar. İndi bilmirəm siz necə yersiniz, nə cür hazırlayırsınız. Mən sadəcə olaraq bol soğanı tərəyağda qovurdum. Ondan sonra kələmi də soğan qızarmağa yaxınlaşanda kələmi döktüm. Vamxodda qəşəng qızarana tan, belə bu rəng alana tan qovruldu. Əlavə heç nə vurmadım. Duzdu, yağ, soğan, bir də kələm. Buna da biz sarımsaq qatığını çox yaraşdırırıq.
Çox bəyənərək, bəhbəhlə yeyirik. Biz yeməyimizi yeyək, siz də göz haqqınızı halal edin. Bunları da bələdim. Suyu çəksin deyə salfetka qoydum. Çay qoymuşam xanımlar. Bir stəkanda çay içək yeməyin üstündən. Yeməyimizi yedik. Kirli qablarımı yudım. Biraz ortalığı səliqə səhmana saldım. Bu arada maşınqanı qoşmuşam. Səsi üçün üzürlü sayın. Bu niyə belə ağzı ayrıq qaldı? Çaydanı qaynatmışdım. Mən yuxarıda biraz pariyat keçinə baxırdım. Ona görə belə tez səslənməyə başladı. Biraz qoy səslənsin. Buralar belədir. İndi bu güllərimin bələklərini açmaq lazımdır. Burada qalmamalıdır artıq. Bunlar suyu çəkir, bu orta hissəsinə yığılan suları. Suyu çəkməsə xarab olur. Bunu da göstərmişdim mən, mantarlaşmışdı. Hə, nəyə deyəcəkdim? Yağış təzdən başladı, yağdı. Biraz çox yox, xırda-xırda yağdı, ondan sonra dayandı. Burada dəsmalları stağa qoydum. Paraşoklu sudur, biraz xlor tökdüm. Ləkələnmişdi. Getsin deyə. Bu qazanımın halı heç hal değildi. Yadınızdadır. Alixanın kısa da olsa ad günü vlogunu çəkmişdim. Orada sütül bişirmişdik. Təmiz his olmuşdu. Zorla təmizlədim. Bir çətinliklə təmizlədim. Amma yenə ürəyimcə olmadı. İdarə edər. Nə arıq. Yenə təmizləyərik. Bir qaldı təmizləyəsi işim. Qaz peçin üstünü siləsiyə. Onu da görüm çay içib qutarandan sonra bir əl gəzdirəcəm. Qəşəng təmizləyəcəm. Bundan gedib uzana bilərəm. İnansız yağış yağdı. Əlim ayağım buza döndü. Ayaqlarım buz kəsib. Corab geyinmişəm amma yenə soyuqdur. Çox soyuqdur ayaqlarım. Mən deyəsən yağışın altında elə bil ki belə ortadan aşağısı təmiz ıslandı da. Ortadan aşağı. Ona görə də üşüdüm. Bunu da yuyarım. Nə qədər sararan yarpaqlar təmizlədim. Gülümlə həm videosunu çəkirdim, həm kökləri üçün belə bir gübrə hazırladım. Bu sarı kökdür xanımlar. Yarım litr suyun içinə yarım çay qaşığı sarı kök dökürük. Ondan sonra güllərimizin belə köklərinə veririk. Qəşəng xeyri var. Güllərdə olan xəstəliklərmi deyim, torpaqda olan mikroblarmı deyim, hamısına qəşəng xeyri var. Mən bəzən gülümün belə haldan düşməsinə, ölüb ölümdən qayıtmasına səbəb oluram. Ona görə ki, bilirsiniz, mənim gül kanalım da var. O kanalda dəqiq məlumatlar verməm üçün bəzən güllərimin haldan düşməsinə, özündən getməsinə səbəb oluram ki, mən də o kanalda dəqiq gül baxımının məlumatlarını verim. Vallahi bəziləri kimi belə baxımlar etmirəm. Mən ancaq özüm hazırladığım gübrələrlə güllərimin baxımını edirəm. Bunu da ki, cəzalandırdım. Bunu elə bir ki, pləkənə qoydum. Gölgəli bir yerə qoydum. Gölgəli yerə qoyanda da yarpaqları belə saralıb dökülürlər. Onu bilərək etdim ki, yarpaqları sararsın. Təzdən təmizləyim, köklərindən baxımını edim. Yenə izləyicilərim üçün qəşəng bir gül formasına gətirə bilim ki, dəqiq olsun onlara da ki, həmən gülü coşdurdu bu. Canlandırdı. Baxın, mənim məqsədim budur. Nəysə, ortalığı belə təmizləyim, bunları götürüm, bunları aparım, yerləşdirim. Artıq axşam yer dəyişkənliyi edirik gülümüzü ki, stres keçirməsin. Öz yerlərinə qoyacağım, gün altına qoymaq lazımdır. Günəş görməlidir bu güllər ki, həm qəşəng qırmızı rəngi olsun, həm də ki, yarpaqları sararmasın. İndi digər videomuza keçəcəyik. Bizim bəy gəldi.
çörəyini yedi, çayını, suyunu içdi, çıxdı yuxarı dincəlməyə. Mən də biraz belə ortalığı əl gəzdirim, təmizləyim. Ondan sonra mən də çıxacağım. Dincəlmək lazımdır. İş hər dəfə var. Dincəlmək lazımdır. Stol süfrəm dəyişirəsim. Belə ləkələr görünür, baxın. Xarab olub. Bunu da dəyişdirərik. Bunu xaladenika qoyum. Bunları da moyxuya qoyum. Tez bazar yuyub təmizləyim. Çox səssizlikdir. Çöl. Sakitçilikdir. Videomu burada sonlandırım xanımlar. Saçma başıma baxın. Ayla nə gündəyəm. Videomu burada sonlandırım. Sizlərlə sağollaşın. Sağ olun. Sağlıqla qalın. Allah'a emanet olun.